Türkiye tarihinin önemli sınavlarından birini veren Azerbaycan'ın yanında oldu. Karabağ zaferi, Türkiye ve Azerbaycan'ın tek millet, iki devlet olduğunu bir kez daha gösterdi. 44 günlük zəfər müharibəsində bizim ən yaxşı mənəvi cəhətdən bizim üçün dəstək olan qardaş ölkəmiz Türkiyə oldu. Bunun üçün Türk xalqına və Türk millətinə böyük minnətdarıq. Yaşasın Azərbaycan Türk qardaşlığı. Çox sağ olsun Türkiyə qardaşlıq dövləti. Həmişə bizim yanımızda oldu. Qarabağda gedən döyüşlərdə şəhid ailələrinin, əsgərlərimizin yanında oldu. Karabağ'da Türkiye'nin kalbi her zaman Azerbaycan'la birlikte attı. Allah hem Azerbaycan xalqını, hem Türkiye xalqını qorusun. Birliyimizi bozmasın. Heç bir zaman cüzdə olaq birlikdə. Bütün təhlükələrə, bundan sonra da baş verəcək bütün təhlükələrə birlikdə sinə gərək.